Salam hörmətli abituriyentlərimiz, hər vaxtınız xeyirli olsun. Azərbaycan dili fənni üzrə sual izahlarımız davam edir. Bugün sizin üçün çox maraqlı və bir o qədər də çətin tipli sualı seçmişəm ki, gəlin izahı ilə birlikdə tanış olaq. Uyğunluq hansı variantda pozulub? Deməli, 4-cü suala baxırıq. A variantı: çalar. Əsas rəngin fərqli tonu. Çalar sözünün izahı doğru yazılıb və qabağında da doğrudur işarəsi qoyulub. Deməli, burada uyğunluq gözlənilib. Kəhkəşan, kainat, göy. Uyğunluq gözlənilib və qabağında da onun işarəsi var. Müşk, qara rəngli ətirsiz maddə. Yoldaşlar, müşk qara rəngli ətirsiz maddə deyil, gözəl ətirli, xoş ətirli bir maddədir. Və izahı yanlışdır, qabağında da yanlış yazılıb. Deməli, uyğunluq gözlənilib. Poliglot çox dil bilən adama deyilir, izah doğru, qabağında da doğrudur işarəsi verilib. Qıyqac, əyri, çəp, yanakı deməkdir, amma qabağında yanlışdır işarəsi qoyulub. Halbuki sözün izahı doğru yazılmışdı. Bu baxımdan E variantında uyğunluq pozulduğu üçün testin cavabı E variantıdır.